Banu, sen bize bugün ne düzeltmişsin Banu? Bugün mən qida borusu düzəltdim. Aha. Yediyimiz qida borusu vasitəsilə mədəmizə düşür. Aha. Mədəmizə yığılıb boşalaraq Aha. həmin qidanı həzm edir. Banu, niye mədəni şarla məsələn əvəz eləmişsən orada? Çünki şarda mədəmiz çevrilir. Məsələn, şarı daha çox üfürdükcə onun divarları böyüyür və elə qalır. Mədəmizdə də çox yedikcə divarları böyüyür və Aha. o daha da böyüyür. Həm də şar da mədə kimi neyinir? Yığılıb boşala bilir. Düzdür, mədənin divarlarında nə var idi? Əzələ. Əzərlər var idi və əzərlərin hesabı. İndi nə baş verəcək orada Banu? Ora nə töksün sən? Su. Su niyə tökdün Banu su? O mədədə olan şirəni əvəz edir. Şirəni əvəz edəcək. Tamamilə doğrudur. Aha. Sonra nə atacaq sonra? Baxın Banu qida üçün nə get. Aha. Qida əlavə etdikdə o şirəliyə sonra Qida borusu. Aha. Yığılıb boşalaraq həmin qidanı həzm edir. Tamamilə doğrudur. Aferin. İnşallah daha əyan oldu sizə. Bəli. Banını alqışlayaq.